Necə bu maddi aləmin baharı var, mənəvi aləmində baharı var. Mənəvi aləmin baharının ayları Rəcəb, Şaban, Ramazandır, 3 aydır. Allah Rəcəb ayında xüsusi dəvətnamə verib sizlərə. Bir var ümumi söhbət, ümumi. Burada xütbə edirəm, ümumidir. Bir də var xütbədən çıxandan sonra biri çəkir məni qırağa, bir dənə sənə işim var, xüsusi. Allah ümumi hamımıza danışmağa icazə verib, haçan istəyirsiniz gəlin danışaq. Amma xüsusi istəyirsiniz fərdi söhbət edeyim sizinlə. Deyirsən, niyə istəmirəm Allah səndən elə, fərdi bir dənə istəyirəm söhbət edeyim. Deyir, vaxtını sən təyin edirsən, yoxsa mən? Deyirsən, mənəmçilik olaraq. Deyir, yox Allahım, mən kiməm ki, vaxt təyin edeyim? Sən təyin elə. Təyin elədim. Haçandır? Rəcəb ayı. Rəcəb ayında gələrsiniz, xüsusi söhbət edəcəm sizinlə. Allah fərd sizinlə Rəcəb ayında danışmaq istəyir. Danışmaq istəyən var Allahla. İstəyən var Allaha desin ki, Allah mənim sənə nə qədər qəlbimdə sözüm var. Deyiləsi sözlərim var. Rəcəb ayı açılıb bizə. Peyğəmbər deyir, o aya daxil olmaq istəyirsinizsə istiğfarla daxil olun. Deyin Allah məni bağışla. Başlayın bu gündən istiğfarlar eləməyə. Peyğəmbərdən də hədis, istiğfarla daxil olun. Hədis var Rəcəb ayının sübhündə, axşamında. Heç olmasa 70 dəfə deyin, əstəğfirullah, Rabbi və ətubu ileyh. Danlayın öz bizi, danlayın. Hədisdir ya, 5 dəqiqə özünü danlamaq 40 ilin ibadətindən üstündür. 5 dəqiqə çəkil özünü qıraqda danla 40 ildən üstündür. Çünki danlayırsan özünü. Danlayanda insan islah olur. Təkcə ibadətlə deyil. Birinci günü, 15-i, 30-u yaddan çıxartma, hindən deyirəm sizə, gecəsi. Qüsul almaq tövsiyə olunub. Qüsul alabildiniz, qüsul alın. Dün bugünün qüslunu alıram, qürbətən Allah. Şam namazından sonra 1-i, 15-i, 30-udsa 30, 29-da 29-u. Allah deyir, o 3 qüslün 3-ünü də kamil alson, bütün günahları bağışlayacağım. O da bir dənə qüsüldür də. Rəhmət ayda nə istəyirsiniz? Bəhanə ilə Allah bizi neyini? Çəkir özü rəhmətinə tərəf. Çəkir özünü rəhmətinə tərəf. Hər gecəsi bir dənə mələk ayrılıb. Hər gecəsi bir mələk var. Ayrılıb. Nida edir göydən. Deyir, xoş olsun Allahı münacat eləyənlərin halına. Xoş olsun Allaha itaət eləyənlərə. Ondan sonra deyir, həmən mələk gecələr deyir. Allah belə buyurur. Məni sevəni mən də sevirəm. Məni eşidəni mən də eşidirəm. Bağışlanmaq diləyəni bağışlayaram. Əş-şəhru şəhri. Bu ay mənim ayımdır. Əl-əbdu əbdi. Bu bəndə mənim bəndəmdir. Ər-rəhmətu rəhməti. Rəhmət də mənim rəhmətimdir. Gəl bir addım rəhmətimi verim sənə. Bir dənə zikirdir. Keçən demişəm sizə, keçən ildə bu zikri eləyin. Demişəm, amma da məcburam yenə deyirəm. Bu zikir bir dənə kəlmədir. Əstəğfirullaha əlləzi Zəlcəlali vəl-ikram min cəmi'əz-zunub vəl-asam. Allah deyir, bu ayda 1000 dəfə kim bu zikri söyləsə, mən onu bağışlamasam, mən Allah deyiləm. 2 dəfə Allah deyir. Mən onu bağışlamasam, mən Allah deyiləm. Bu zikri söyləsən. Birinci günün gecəsi, Rəcəb ayı sabadı, axşamı Şam azanından sonra Allah deyir, 10 dənə duan 100% qəbuldur. Gəl istə məndən. Onun söhbətini eləmirik, 15-in 5-i ilə işim yoxdur, amma onu 100% qəbuldur. İstər dünya, istər axirət. Ya istədiyini verəcəm sən Allah deyir, ya istədiyindən yaxşısını verəcəm. Axır gəl istə, 10 dənə gəl istə. Sən tək istə. Təsəvvür eləyin, gör nə deyilir qiyamət günü. Allah qiyamət günü ki, insanlar gəlib ilahi səhnəyə, gəlib çatan kimi ilahi səhnəyə bir nida olunacaq. İnşallah bunu eşidərsiniz. Deyir, nida belə olacaq. Ya Rəcəb, ya Şaban, ya şəhrə Ramazan. Keyfə əməlu hazəl əbd fikum. Kənət ta'atuhu lillah əzzə və cəl. Danışılır Rəcəb ayına. Rəcəb ayda canlıdır axı. Bunlar danışarıq bir vaxt. Rəcəb ayına deyilir, ay Rəcəb, ay Şaban, ay Ramazan ayı. Bunlar necə apardılar özlərini bu insanlar? İbadət edirdilər, yoxsa yox? İtaət edirdilər, yoxsa yox? Ay cavab verir, deyir, ay bizim Rəbbimiz. Sənin itaətin üçün azuqə toplayırdılar. Sənin fəzl və mərhəmətini toplamağa çalışırdılar. Şükürlə razılığını qazanmaq istəyirdilər. İtaətlə sənin sevgini qazanmaq istəyirdilər.
Təqva ilə günahlardan uzaqlaşmaq istəyirdilər. Amma bunlar istəyirdilər ya Rəbbəl aləmin. Hədis var, bu ayda kim 3 gün oruç tutsa, 3 gün, Allah 900 ilin ibadətin savabını verər ona. 900 il. Hədis var, bu ayda kim 1000 dəfə Qul Huvallah surəsini deyə, belə günlərə 35 dənə, 40 dənə hər gün deyə, 1000 dənə Qul Huvallah desə, Allah qiyamət günü 1000 dənə peyğəmbərə nə qədər əcr verəcək? Həmən şəxsə o qədər verəcək. 1000 peyğəmbərə verilən əcr. 1000 mələyə nə qədər mükafat veriləcək? Həmən şəxsə o qədər veriləcək. Allah onu sənin üçün ayırıb. La ilahə illallah zikri tövsiyə olunub. Sədəqə vermək tövsiyə olunub. Bir-birinizi bağışlamaq tövsiyə olunub. Çox peşman olarsınız. Axır sözümlə bitirirəm. Çox peşman olarsınız. Bu ay gələ-gedə doğru dürüst əməl eləməyik. Baxın, bir nəfər gəldi, İmam Sadiqə yaxınlaşdı. Rəcəb ayının axırları. İmam Sadiqdən belə nəql edir. Fələmmə nəzərə iləyyə. Elə ki, İmam Sadiq mənə baxdı, qaləli, mənə belə buyurdu. Həl sumta fi hazə şəhər. Bu ayda oruç tutdun yoxsa yox? Həl sumta fi hazə şəhər. Oruç tutdun yoxsa yox? Qultu la. Dedim, tutmamışam. Vallahi yəbnə Rasulallah. And olsun Allah'a tutmamışam. İmam mənə qayıtdı, bir söz dedi. Dedi, Salim, o qədər savab itirmisən ki, onun sayını yalnız Allah bilər. Mələklər bilməz. Onu hesab kitab yalnız Allah eləyə bilər. O qədər savab itirmisən. Deyir, qayıtdım ki, ağacan, bir neçə gün ki qalıb tutsam, o oruç tutanlara verilən paydan mənə nəsə verilər? İmam cavab verdi, dedi, ya Salim, bir gün tutsan, axırı, bir günü. Allah sənə bilsən nələr verər? Dedim, nə verər? Dedi, can üstündəki bəzi insanlar çətin can alır, bir sözlə çətin can alırlar. Hətta belə hədis nəql olunub ki, elə adamın canı alırlar ki, o qədər ağır çəkilər ki, hədisdə belə oxşadıblar ki, bir qoyunun dərisini diri-diri soysun, nə qədər ağrıyar o qoyun. Bəzi insanlar belə can verəcək. O qədər qəlizdir. O anlarda, o bir gün oruç tutmuşdur Rəcəb ayının axırı, o can vermək ona rahatlaşar. Qiyamətin çətin anları ona rahatlaşar. Bir də qəbr əzabı onun boynundan götürürlər, axırında bir gün. Dedi, amma 2 gün tutsun, axırında 2 gün. Sirat körpüsündən keçsin, çox rahat keçəcəksən, ayağın büdürəməyəcək. Əgər 3 gün tutsun, axırını 3 günü, cəhənnəmin odundan xilas olacaqsan. Cəhənnəmin odundan Allah səni xilas edəcək. Xüsusilə tövsiyə edirəm sizə Rəcəb ayının 15-ini. Adəm Peyğəmbər Allaha sual verir. Allah, bu günlər içərisində sənə ən əziz gün hansıdır? Cavab verir ki, Rəcəb ayının 15-i mənə çox əzizdir. Bilməm nə var Rəcəb ayının 15-ində. Rəcəb ayının 13-ü Əleyhisselamın doğum günüdür. Rəcəb ayının 27-ci Peyğəmbərə peyğəmbərlik verilən gündür. O günləri unutmayın. Rəcəb ayının 1-ci, 2-ci, 3-cü gününü heç unutmayın. Unutmayın, bu günləri saxlamayın. Qəzası olan qəza tuta bilər, qəzası olmayan müstəhəb oruç tutsun. Görün, Allah sizə nələr verəcək. O gün Rəcəb ayında, Şaban ayında Allahı qəlb evinizə qonaq dəvət edəcəksiniz. Qəlbinizin evini açırsınız, deyirsən, Allah gəl qonağım ol. Bu qonaqla nə cür davrandın, Ramazanda da sən o qonaq olacaqsan. O da səndən o cürə davranacaq. Rəcəb hazırlıqdır, Şaban hazırlıqdır. Rəcəbi, Şabanı elə keçirdin ki, Ramazanı gözəl keçirdə biləsiniz. Bilmək olmaz Ramazan nəsib olacaq yoxsa yox. Heç bilmək olmaz Rəcəbdə oruç tuta biləcək yoxsa yox. Xoş olsun o insanların halına ki, Rəcəb ayında oruç tuta bilirlər, zikr eləyə bilirlər və ibadət eləyə bilirlər. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl əzizil ə'zəm əl-əcəllil əkrəm.